Hərəkə qabiliyyətlər. Əvvəla, hərəkə qabiliyyət nədir? Biz bunu başa düşməliyik. Hərəkə qabiliyyət, hərəkətin və hərəki fəaliyyətin. Baxın, görün nə deyirəm mən. Hərəkətin və hərəki fəaliyyətin icra keyfiyyətini müəyyənləşdirən, insanın anadan gəlmə və həyatda qazanılmış motor funksiyasının psixofiziki xüsusiyyətidir. Bəli, hərəkə qabiliyyət insanda anadan gəlmə və həyatda qazanılmış olur. 6 dənə hərəkə qabiliyyətimiz var. 6 dənə. Hər bir hərəkə qabiliyyət tədris vahidi hesab olunur. Əgər desək ki, neçə tədris vahidimiz var? 6 tədris vahidimiz var. Və perspektiv planlaşdırma tədris vahidi, yəni hərəkə qabiliyyətlər əsasında qurulur. 6 hərəkə qabiliyyətdən birinci hərəkə qabiliyyətimiz hansıdır? Birinci hərəkə qabiliyyətimiz sürətdir. İkinci hərəkə qabiliyyətimiz sürət gücdür. Üçüncü hərəkə qabiliyyətimiz bədənin əyilmə qabiliyyətidir. Dördüncü hərəkə qabiliyyətimiz qüvvə qabiliyyətidir. Beşinci hərəkə qabiliyyətimiz çeviklik qabiliyyətidir. Altıncı hərəkə qabiliyyətimiz dözümlülük qabiliyyətidir. Bəli, perspektiv planlaşdırmada hərəkə qabiliyyət bu ardıcıllıqla gedir. Bu nəyə uyğundur? Bu fəslə uyğundur. Yəni sürət, sürət güc, yəni fəslə uyğun elə proqramda bunlar qaydasına qoyulub ki, məsələn, soyuq havada, məsələn, hansını bir çöldə keçə bilmərik, isti havada harada keçmək. Yəni sırf fəslə uyğun da bu ardıcıllıq. Amma müəllim perspektiv planlaşdırmanı tam sərbəst özü tutan zaman istədiyi hərəkə qabiliyyətdən başlaya bilər. Yəni mən perspektiv planlaşdırma tuturam, sürət qabiliyyətini yox, bədənin əyilmə qabiliyyətini salmışam birinci belə deyək tədris vahidinə. Heç kəs bizə bunu minus tuta bilməz. Müəllim istədiyi hərəkə qabiliyyətdən başlayaraq proqramı tuta bilər, amma sadəcə fəsilə görə sürət, sürət güc, bədənin əyilmə qabiliyyəti, qüvvə, çeviklik, dözümlülük. Ardıcıllıq budur. Hər bir hərəkə qabiliyyət tədris vahidi adlanır. 6 hərəkə qabiliyyətimiz varsa, demək 6 tədris vahidimiz var. Hərəkə qabiliyyət nədir? Hərəkətin və hərəki fəaliyyətin icra keyfiyyətini müəyyənləşdirən, insanın anadan gəlmə və həyatda qazanılmış motor funksiyasının psixofiziki xüsusiyyətidir. Bəli, hərəkə qabiliyyətlər, 6 hərəkə qabiliyyətin 6-sı da biz inkişaf elətdirə bilirik. Sadəcə elə hərəkə qabiliyyət var ki, bizdə maksimal vəziyyətdə ola bilər. Elə hərəkə qabiliyyət minimal vəziyyətdə ola bilər. Məsələn, elə şagirddə çeviklik qabiliyyəti mükəmməldir, amma sürət qabiliyyəti zəifdir. Yəni hərəkə qabiliyyətlər hər kəsdə 6-sı da belə deyək də eyni səviyyədə ola bilməz. Yəni hansı hərəkə qabiliyyət daha yaxşı vəziyyətdə, kimisi də belə deyək də aşağı vəziyyətdə olur. Məsələn, deyirik anadan gəlmə və həyatda qazanılmışdır. Məsələn, uşağın atası, ata valideyni atletdir. Atletika ilə məşğul olub, yarışlara çıxıb dünya çempionu olub, Avropa çempionu olub, Olimpiya çempionu olub. Yəni bu genetik keçib də bunu, xromosomla keçib evladına. Artıq bunda belə deyək də 100 metr məsafəyə dünya rekordunu yeniləyib. 100 metr məsafəyə dünya rekordunu yeniləyibsə, yəni bunda atada sürət qabiliyyəti var. Genetik evlada keçirsə, artıq bunda da var. Bu nədir? Anadan gəlmədir də. Bir də var, həyatda qazanılmış. Nə atası atletdir, nə anası atletdir. Yəni uşağı qaçırdırsan, biraz uşağa rilovka verirsən, istiqamət verirsən, uşaq baxırsan ki, maşallah, maksimal sürəti var. 100 metrdə sürətli qaçdı. Bu artıq nədir? Həyatda qazanılmışdır. Demək, hərəkə qabiliyyət anadan gəlmə və həyatda qazanılmış olur. Birinci hərəkə qabiliyyətimiz, yəni birinci tədris vahidimiz hansıdır? Bax, sürət qabiliyyəti, elə bizim birinci hərəkə qabiliyyətimiz, elə birinci tədris vahidimiz. Sürət qabiliyyəti, biz atletikaya keçəndə, atletikada biz dedik ki, sürət atletika idman növünə aiddir. Ümumiyyətlə, atletika hansı hərəkə qabiliyyətləri inkişaf etdirirdi? Atletika sürəti, sürət gücü, dözümlülük qabiliyyətini inkişaf etdirir. Biz bugün sürət qabiliyyətindən danışacağıq. Sürət qabiliyyətindən danışmamışdan əvvəl sürət qabiliyyəti nədir? Biz onun mənasını başa düşməliyik ki, biz testlərdə sürət qabiliyyəti qarşımıza çıxanda onu biz nə edə bilək? Mənasını anlaya bilək. Sürət qabiliyyəti nədir? Baxın,
məsafənin, söhbət bir məsafədən gedir. Məsafənin və yaxud deyək, hərəkətin mümkün qədər minimum qısa vaxt ərzində başa çatdırılması. Minimum deyəndə biri var minimum, biri var maksimum. Minimum qısa vaxt ərzində başa çatdırılması məsafənin. Məsəl üçün, bura yazıram. 30 metr, 60 metr, 100 metr, 400 metr. Və yazıram 30 metr, 400 metr arası daxil olmaqla. Bütün məsafələr sürət qabiliyyətini inkişaf etdirir. Necə inkişaf etdirir? 30 metri biz sürətli qaça bilərik, bəli. 60 metri sürətli qaça bilərik, bəli. 100 metr və 400 metri, 30-400 metr sürətli qaça bilərik, bəli. Nəyə görə sürətli qaça bilərik? Çünki məsafə qısadır. Məsafə qısadır. Və bu biz məsafəni mümkün qədər minimum qısa vaxt ərzində başa çatdırmalıyıq. Əlbəttə ki, mən 400 metr sürətli qaça bilərəm. 30-u qaça bilərəm, 60-ı qaça bilərəm, 100-ü qaça bilərəm. Amma gəlin bir dənə baxaq. 5000. 5000 uzaq məsafəli qaçışdı. 10.000. 10.000 uzaq məsafəli qaçışdı. Məsələn, 42 kilometr, 195 metr. Marafon qaçışı. Bunlar hamısı uzaq məsafəli qaçışdı. Uzaq məsafəli qaçışı. Biz sürətli qaçsaq, belə deyək də artıq 100 metr, 400 metrdən sonra tıxanət çatdırmayacaq. Demək, uzaq məsafəli qaçışla biz sürət qabiliyyətini inkişaf etdirə bilmərik. Amma qısa məsafəli qaçışdan 30 metrdən başlayaraq 30-400 metr arası biz sürət qabiliyyətini inkişaf etdirə bilərik. Dedik, sürət qabiliyyəti məsafənin, hərəkətin mümkün qədər minimum qısa vaxt ərzində başa çatdırılmasıdır. Sürət qabiliyyəti anaerob rejimdə icra edilir. Baxın, biri var aerob, biri var anaerob. Aerobla anaerobu qarışdırmayaq. Anaerob oksigensiz rejim deməkdir. Aerob oksigenli rejim deməkdir. Aerob dözümlülük qabiliyyətindədir. Anaerob sürət qabiliyyətindədir. Sürət qabiliyyəti anaerob rejimdə, yəni oksigensiz rejimdə icra olunur. Bəli, məsəl üçün dözümlülük qabiliyyəti aerob rejimdir. Uzaq məsafəyə qaçmaq üçün bizə tıxaniyə lazımdır, oksigen sərfiyyatı çox lazımdır. Amma sürət qabiliyyəti anaerob rejimdir, oksigensiz rejimdir. 400 metri məsələn qaçmağa, elə də güclü məsələn belə deyək, tıxaniyə ehtiyac yoxdur. Var sürətinlə sən götürdünsə 400-ü, 30 metri, 60 metri, 100 metri var sürətindən qaçacaqsan. Demək, sürət qabiliyyəti anaerob, yəni oksigensiz rejimdə icra edilir. Sürət qabiliyyəti üçün əlverişli yaş dövrü var. Yazıram, əlverişli yaş dövrü. Sürət qabiliyyəti üçün əlverişli yaş dövrü 11-14 yaş arasıdır. Baxın, 11-14 yaş demədim, 11-14 yaş arası. Baxın, 11 yaşda, 12 yaşda, 13 yaşda, 14 yaşda biz sürət qabiliyyətini inkişaf etdirə bilərik. Və biz burada deyirik ki, sürət qabiliyyəti üçün əlverişli yaş dövrü 11-14 yaş arasıdır. Bir qabiliyyət digər hərəki qabiliyyətlərlə əlaqəsi var. Bəli, hər bir hərəki qabiliyyətin digər hərəki qabiliyyətlərlə əlaqəsi var. Baxın, birinci qabiliyyətimiz nə idi? Birinci qabiliyyətimiz sürətdir. İkinci qabiliyyətimiz sürət gücüdür. Üçüncü qabiliyyətimiz bədənin əyilmə qabiliyyətidir. Baş hərflərlə yazıram. Bədənin əyilmə qabiliyyəti. Dördüncü qabiliyyətimiz qüvvədir. Beşinci qabiliyyətimiz çeviklikdir. Altıncı qabiliyyətimiz dözümlülükdür. Dözümlülükdür. Baxın, bu fəslə görədir. Proqramda da bu qayda gedir. Ardıcıllıq bu qaydadır. Bəs deyirik ki, sürət qabiliyyəti hansı hərəki qabiliyyətlə əlaqəlidir? Bax, burada sürət qabiliyyəti. Danışıq bu haqda. Sürət qabiliyyəti
hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Baxın, sürət güc bədənin əyilmə qabiliyyətini biz birinci yarım ildə keçirik. Qüvvə, çeviklik, dözümlülük qabiliyyətini biz ikinci yarım ildə keçirik. Sürət birinci yarım ildə əlaqəlidir. Əlaqəli, qabağına plus qoyuram. Sürət güc qabiliyyəti ilə ikinci yarım ildə əlaqəlidir qüvvə və çeviklik qabiliyyəti ilə. Demək, sürət qabiliyyəti birinci yarım ildə əlaqəli olacaq sürət qabiliyyəti ilə, ikinci yarım ildə əlaqəli olacaq qüvvə, çeviklik qabiliyyəti ilə. Sürət qabiliyyəti bədənin əyilmə qabiliyyəti ilə və dözümlülük qabiliyyəti ilə əlaqəsi yoxdur. Sürət qabiliyyəti birinci yarım ildə sürət güc qabiliyyəti ilə əlaqəlidir, ikinci yarım ildə qüvvə və çeviklik qabiliyyəti ilə əlaqəlidir. Sonra biz dedik ki, bir hərəkət qabiliyyət digər hərəkət qabiliyyətlə əlaqəlidir. Bəs sürət qabiliyyəti hansı funksional sistemlərlə əlaqəsi var? Sürət qabiliyyətinin hansı funksional sistemlərlə əlaqəsi var? Yazıram bura mən baş hərflərindən. D. Yazıram Ə. Yazıram mı? Dəm. Məsələn, belə yadda saxlayaq sürət qabiliyyətini. Deyirik ki, çayı dəmə qoy. Çayı dəmlə. Dəm. Çayı dəmlə. Birinci nədir? Birinci bax, D nə deməkdir? D olacaq dayaq hərəkət aparatı. Dayaq hərəkət aparatı. Aha. İkinci baş hərf nədir? İkinci baş hərf gəlir əzələ. Yəni əzələ deməkdir. Əzələ deməkdir. Üçüncü baş hərf nədir? M hərfi. M olacaq mərkəzi sinir sistemi. Mərkəzi sinir sistemi. Demək, sürət qabiliyyəti hansı funksional sistemlərlə əlaqəsi var? Yenə deyirəm, dəm sözünü yadında saxla. Çayı dəmlə. Çayı dəmlə. Başlıq hərfləri D, Ə, M. Dəm. D nədir? Dayaq hərəkət aparatı. Ə nədir? Əzələ. M nədir? Mərkəzi sinir sistemi. Demək, sürət qabiliyyəti dayaq hərəkət aparatı ilə əlaqəsi var. Əzələ ilə əlaqəsi var. Bir də mərkəzi sinir sistemi ilə əlaqəsi var. Gəldik nəyə? İnkişaf metoduna. Gəlin inkişaf metodunu yazaq. İnkişaf metodu hansıdır? Sürət qabiliyyətində inkişaf metodu. Birə yazıram təkrar. Birə yazıram təkrar. İkiyə yazıram təkrar seriyalı. Təkrar seriyalı. 3'e yazıram. Təkrar səy. Təkrar səy. 4'e yazıram. Oyun. 5'e yazıram. Yarış. Yarış. 6'ya yazıram. Nəzarət. Nəzarət. 7'ni qeyd eləyək. Hərəkəti yüngülləşdirmə. H yazıram. Hərəkəti yüngülləşdirmə. Yüngülləşdirmə. 8. Hərəkəti ağırlaşdırma. Ağırlaşdırma. 9. Kontrast. Kontrast. Sürət qabiliyyətinin inkişaf metodları 9 dənə metodun adını qeyd elədik. Bəs bu metodları necə yadda saxlayaq? Baxın, təkrar, təkrar seriyalı, təkrar səy. Üçü də T hərfindən başladı. 3 dənə T hərfindən başlayan metod var burada. Təkrar, təkrar seriyalı, təkrar səy. Üçü də T hərfindən başladı. Oyun, yarış, oyun, yarış. Sinonim sözlərdir mi bir-birinin sinonimi? Oyun, yarış. Hərəkəti yüngülləşdirmə, hərəkəti ağırlaşdırma, bir də kontrast.
Hərəkət yüngülləşdirmə rejimində icra olunur. Hərəkət ağırlaşdırılma rejimində icra olunur. Bir də kontrast. Həm yüngülləşdirmə, həm ağırlaşdırma, həm normal. Elə bir kontrast 2-nin cəmləşməsidir. Bir də var nəzarət metodu. Demək, inkişaf etdirilən metodlar 9 dənəsini qeyd elədik. 3 dənəsi T hərfindən başlayır. Təkrar, təkrar serialı, təkrar səyr. Oyun, yarış bir-birinin sinonimidir. Oyun, yarış. Nəzarət, hərəkəti yüngülləşdirmə, hərəkəti ağırlaşdırma, bir də olacaq nə? Kontrast metodu. Sürət qabiliyyəti. Sürət insanın kompleks qabiliyyəti hesab olunur. Çünki bu qabiliyyətin təzahürü bir neçə tərkib komponentindən asılıdır. Sürət qabiliyyətidir, bir də çeviklik qabiliyyətidir. Kompleks qabiliyyəti hesab olunur. Kompleks. Və bu qabiliyyətin təzahürü bir neçə tərkib komponentindən asılıdır. Yəni, sürət qabiliyyətinin 3 tərkib komponenti var. Birincisi olacaq nə? Birə yazırıq. Hərəkətin reaksiya tezliyi. Hərəkətin reaksiya tezliyi. 2. Tək hərəkətin icra tezliyi. 3. Maksimal qaçış sürəti. Demək, sürət qabiliyyətinin 3 tərkib komponenti var. Birinci komponentimiz hansıdır? Birinci komponentimiz hərəkətin reaksiya tezliyidir. İkinci komponentimiz tək hərəkətin icra tezliyidir. Üçüncü komponentimiz maksimal qaçış sürətdir. Əvvəla birinci komponent haqqında danışacağıq. Yəni, hərəkətin reaksiya tezliyi haqqında. Hərəkətin reaksiya tezliyi hərəkət reaksiyasının latent dövrü də adlandırılır. Bəli, hərəkətin reaksiya tezliyi hərəkət reaksiyasının latent dövrü də adlandırılır. Əvvəla, hərəkətin reaksiya tezliyinə keçməmişdən qabaq, həmişə mən deyirəm, bu sualı özümüzə verin. Hərəkətin reaksiya tezliyi deyəndə nə başa düşürük? Yəni, hərəkətə qarşı, verilən komandaya qarşı reaksiya. Hərəkətə başlamaq üçün, baxın, hərəkətə başlamaq üçün verilən siqnaldan hərəkətin icrasına başlama anına kimi olan vaxt ölçüsü ilə təyin olunur. Hərəkətə başlamaq üçün verilən siqnaldan, yəni sən startda durmursan, siqnal verildi. Siqnal verilən zaman sən informasiyanı qəbul elədin, startdan çıxdın. İnformasiyanı qəbul edib startdan çıxman elə sən hərəkətə qarşı reaksiyandır. Hərəkət reaksiyasının tezliyi orqanizmin sezici, hissedici reaksiyasıdır. Nə qədər tez sən belə deyək də hiss elədinsə, tez də reaksiya verəsən. Hərəkətə, qaçışa başlamaq üçün verilən komandaya, səsə, atəşə, hərəkət edən obyektə verilən cəhd reaksiyadır hərəkətin reaksiya tezliyi. Məsəl üçün, startda durmusan. Hakimin fitini gözləyirsən ki, startdan çıxasan. Düzdürmü? Marş komandasını eşitdikdən nə qədər sonra sənin əzələlərin hərəkət etdi və sən qaçışa başladın. Demək sən marş komandasını eşitdin, informasiyanı qəbul elədin, startdan çıxdın, sənin artıq əzələlərin fəaliyyətə başladı. Əlbəttə ki, bu vaxt heç də bütün şagirdlərdə eyni olmur. Bəli, hərəkətin reaksiya tezliyi hər kəsdə eyni deyil. Kimsə hərəkətə tez reaksiya verir, kimsə hərəkətə gec reaksiya verir. Bütün şagirdlərdə eyni olmur. Kimsə bu komandadan dərhal sonra, kimsə xeyli gec hərəkətə başlayır. Hərəkətin reaksiya tezliyi daha çox genetik amillərlə müəyyənləşdirilir. Genetik amillərlə. Lakin düzgün təşkil edilmiş fiziki tərbiyə prosesində biz hərəkətin reaksiya tezliyini 0,5, 0,8 saniyə yaxşılaşdıra bilərik. Sadəcə düzgün təşkil edilmiş fiziki tərbiyə prosesində biz bunu edə bilərik.
Amma hərəkətin reaksiya tezliyi əsasən nə ilə əlaqəlidir? Genetik amillərlə müəyyənləşdirilir. Hərəkətin reaksiya tezliyi. Hərəkətin reaksiya tezliyi sadə və mürəkkəb olur. Qeyd edək. Hərəkətin reaksiya tezliyi 1 sadə, 2 mürəkkəb olur. Hərəkətin reaksiya tezliyi 1 sadə, 2 mürəkkəb olur. Sadə reaksiya tezliyi nədir? Mürəkkəb reaksiya tezliyi nədir? Bu haqda danışacağıq. Əvvəlcədən icrası gözlənilən, baxın, əvvəlcədən deyirəm, icrası gözlənilən hərəkətə, siqnala qarşı göstərilən reaksiya sadə reaksiyadır. Startda durmusan, hakimin fitini gözləyirsən, hakim sənin qarşında. Hakim fiti vurmalıdır ki, sən startdan çıxasan. Bu nədir? Əvvəlcədən sən bunu gözləyirsən. Əvvəlcədən icrası gözlənən hərəkətə, siqnala qarşı reaksiya elə sadə reaksiyadır. Yəni, sən əvvəlcədən bunu gözləyirsənsə, bu sadə reaksiyadır. Məsələn, başqa bir misal deyək. Siz qaçmaq üçün startda dayanmışsınız və hərəkətə başlamaq üçün müəllimin komandasını gözləyin. Eyni bəxt dedim qayda bir də deyirəm. Qaçmaq üçün startda dayanmışsan və hərəkətə başlamaq üçün müəllimin komandasını gözləyirsən. Buna müxtəlif çıxış vəziyyətlərindən startlar da misal göstərmək olar. Məsəl üçün, oturaraq dayaqdan, oturmuş vəziyyətdən, uzanmış vəziyyətdən, kürəyə hərəkət istiqamətinə startlardan biz bunu misal göstərə bilərik. Demək, sadə reaksiya nədir? Gözlənilən hərəkətə, siqnala qarşı reaksiya sadə reaksiyadır. İkinci reaksiya nədir? Hərəkətin reaksiya tezliyində mürəkkəb reaksiya. Bəs mürəkkəb reaksiya nədir? Mürəkkəb reaksiya gözlənilməyən siqnala qarşı. Əgər gözlənilən siqnala qarşıdırsa sadə reaksiyadır. Gözlənilməyən siqnala qarşı hərəkətdə olan obyektə və hərəkət seçiminə verilən reaksiya mürəkkəb reaksiyadır. Demək, mürəkkəb reaksiya gözlənilməyən siqnala qarşıdır. Sonra hərəkətdə olan obyektə, hədəfə qarşıdır və hərəkət seçiminə verilən reaksiyadır. Buna hərəkət istiqamətini dəyişməklə yerinə yetirilən qaçışları misal göstərmək olar. Bəli, hərəkət istiqamətini dəyişməklə. Gözlənmirsən də sən bunu. Məsələn, qabaqda maneə var, artıq özün seçirsən. Kimsə sənə demir, sağla get, solla get. Hərəkət istiqamətini dəyişirsən. Yəni artıq burada gözlənilməyən siqnala qarşıdır. Hərəkət istiqamətini dəyişməklə yerinə yetirilən qaçışlar, mütəhərrik oyunlar, yarışlar, şən startları biz buna misal göstərmək olar. Yəni deyirəm, sadə reaksiya tezində siz öncədən siqnal gözləyirsiniz, sadə reaksiyada. Mürəkkəb reaksiya gözlənilməz olur. Nəyə misal gətirəm? Məsələn, boksçu tatamiyə çıxıb, ringə çıxıb, 2 dənə boksçu döyüşəcəklər. Boksçunun zərbənin hansı səmtdən, yəni sağdan, soldan gələcəyini bilmədən ona cəhd reaksiya verir. Bilmir ki, qarşısındakı rəqibi sağdan yumruq atır, soldan, amma ona reaksiya verir. Yəni gözlənilməyən siqnala qarşı reaksiya verir. Bu artıq mürəkkəb reaksiyadır. Bəs hərəkətin reaksiya tezliyini inkişaf etdirmək üçün biz hansı hərəkətlərdən istifadə eləməliyik ki, hərəkətin reaksiya tezliyini inkişaf etdirək? Bir-birindən eyni məsafədə müxtəlif start vəziyyətlərindən startlar. Sonra kürəyi qaçış istiqamətinə, kürəyimiz qaçış istiqamətinə duruşdan startlar, müxtəlif çıxış vəziyyətlərindən startlar, müxtəlif intervallı siqnallarla startlar, maili qaçış yolunda startlar. Yəni adından göründüyü kimi, bunların hər birində hərəkətə qarşı reaksiya var. Müxtəlif çıxış vəziyyətindən startlar, müxtəlif intervallı siqnallarla startlar, maili qaçış yolunda startlar, kürəyə qaçış istiqamətində duruşdan startlar, sonra uzanmış vəziyyətdən startlar, oturaraq dayaqdan startlar, oturmuş vəziyyətdən startlar, kürəyi hərəkət istiqamətinə startlar. Cümlənin yekununda start sözü varsa, sadaladıqlarımızda artıq burada hərəkətin reaksiya tezliyini biz inkişaf etdiririk. Sürət qabiliyyətinin ikinci komponenti hansıdır? Sürət qabiliyyətinin ikinci komponenti olacaq tək hərəkətin, burada qeyd edirik,
Tək hərəkətin icra tezliyi. Birinci komponent nə idi? Hərəkətin reaksiya tezliyi. İkinci komponent olacaq tək hərəkətin icra tezliyi. Tək hərəkətin icra tezliyi addımın uzunluğun tezliyindən asılıdır. Addımın uzunluğunun tezliyindən asılıdır. Qaçış, dayaq və uçuş fazası daim təkrarlanan silsiləli hərəkətdir. Qaçış, dayaq və uçuş fazası daim təkrarlanan silsiləli hərəkətdir. Bu fazaların hər hansı vaxt ərzində, baxın, vaxt ərzində deyirik ha, bu fazaların hər hansı vaxt ərzində daha çox təkrarlanması sürət qabiliyyətinin müəyyən göstəricisidir. Qaçış, dayaq, uçuş fazası müəyyən hər hansı bir vaxt ərzində daha çox təkrarlanırsa, bu sürət qabiliyyətinin müəyyən göstəricisidir. Bu müəyyən vaxt vahidi ərzində şagirdin neçə qaçış addımı icra etməsinin göstəricisidir. Yəni startdan çıxdı, hərəkətə reaksiya verdi. Hərəkətə reaksiya verəndən sonra ikinci komponent gəlir. Tək hərəkətin icra tezliyi. Tək hərəkətin icra tezliyi deyirik ki, qaçış, dayaq və uçuş fazası hər hansı vaxt vahidi ərzində daha çox təkrarlanması sürət qabiliyyətinin müəyyən göstəricisidir. Bu müəyyən vaxt vahidi, vaxt var burada. Müəyyən vaxt vahidi ərzində şagirdin neçə qaçış addımı icra etməsinin göstərir. Yəni müəyyən 30 saniyədə şagird neçə qaçış addımı elədi. 30 saniyə neçə qaçış addımını icra elədi. 30 saniyə müddətində. Sürət silsiləli hərəkətlər qrupuna aiddir. Bu hərəkətlər yalnız bir fazadan ibarətdir və daim təkrarlanır. Sürətdə biz buna deyirik, sürətdə bu qaçış addımıdır. Baxın, sürət dedik nədir? Silsiləli hərəkətlər qrupuna aiddir. Bu hərəkətlər yalnız bir fazadan ibarətdir. Biz atletikada keçdik, məsələn, qaçaraq uzunluğa tullanma. Qaçış, təkan, uçuş, yerə enmə 4 faza idi. Amma məsəl üçün, sürətdə deyirik ki, bu bir fazadan ibarətdir. Və sürətdə bu qaçış addımıdır. Addım bir fazadan ibarətdir. Silsiləli hərəkət qrupuna aiddir. Və daim baxın, addımlayır. Sol ayaq, sağ ayağı nağarır. Növbəli təkrarlayır. Sol ayaq, sağ ayaq, sol ayaq, sağ ayaq. Sağ ayağı təkrarlayır. Addım tezliyi, bəs bu addım tezliyini biz necə inkişaf etdirə bilərik? Addım tezliyi nişanlanmış sahələrdə, sahələr nişanlanır. Nişanlanmış sahələrdə vaxt vahidi, məsələn 30 saniyə ərzində daha çox nişan sahəsinə toxunmaqla yüksəldilir. Bəli, sahələr nişanlanır, 30 saniyə müddət qoyulur, vaxt qoyulur. 30 saniyə ərzində görək şagird neçə nişan sahəsinə toxunur. Hərəkət tezliyinin inkişafı üçün nişanlanmış sahələrdə hər bir işarəyə toxunmaqla qaçışlardan istifadə olunur. Sahələr nişanlandı və biz hərəkət tezliyini inkişaf etdirmək üçün hər bir işarəyə toxunmaqla qaçışlardan istifadə edirik. Niyə? Çünki verilən vaxt müddətində neçə qaçış addımı atmamızın icrasını biz burada göstərməliyik. Nişanlar arasındakı məsafə, baxın, nişanlar arasındakı məsafə. Qeyd edək, nişanlar arasındakı məsafə artıb. Bax, nişan arası məsafə belə idi, yaxın idi, düzdürmü? İndi nişanlar arasındakı məsafəni artırıram. Gətirdim, qoydum bura. Nişanlar arasındakı məsafə artırıldıqca icra tezliyi nə olacaq? Azalacaq. Mən artıq addımı tez icra eləyə bilməyəcəm. Məsafəni azaltdıqda isə, bax, məsafə buradaydı. Gətirdim, bura çıxartdım. Mesafəni azaltdıqda isə icra tezliyi artır. Demək, nişanlar arasındakı məsafələr artırıldıqca, məsafə artırıldıqca icra tezliyi azalır. Məsafə azaldıqca icra tezliyi artır. Hər hansı hərəkətin müəyyən məsafə və zaman daxilində daha çox təkrarlanmasına hərəkət tezliyi deyilir. Hər hansı hərəkətin müəyyən məsafə, verilən məsafə və zaman daxilində, yəni vaxt daxilində daha çox təkrarlanmasına hərəkət tezliyi. Yəni 30 saniyə ərzində sən hərəkəti neçə dəfə təkrarladın. Burada yüksək sürətlə icra olunan tək bir hərəkət aktı varsa, o da tək hərəkət sürəti adlanır. Yüksək sürətlə icra olunan tək bir hərəkət aktı tək hərəkət sürəti alır. Məsələn, futbol topuna zərbənin sürəti, baxın, futbol topuna zərbənin sürəti
Tenis topunu atarkən qol hərəkətinin sürəti. Sonra boksçunun zərbəsinin sürəti. Bunlar hamısı gedir tək hərəkət sürəti adlanır da. Yenə deyirəm, hər hansı hərəkətin müəyyən məsafə, verilən məsafə var və müəyyən zaman daxilində daha çox təkrarlanması hərəkət tezliyidir. Burada yüksək sürətlə icra olunan tək bir hərəkət aktı var. Yəni bu necə icra olmalıdır? Yüksək sürətlə. Yüksək sürətlə icra olunan tək bir hərəkət aktı varsa, bu da tək hərəkət sürətidir. Məsələn, futbol topuna zərbənin sürəti. Futbol topuna ayağımızla vurduğumuz zərbənin sürəti var. Tenis topunu atarkən qol hərəkətinin sürəti. Tenis topunu atarkən qol hərəkətinin sürəti. Boksçunun zərbəsinin sürəti. Boksçunun zərbəsinin sürəti. Bunlar hamısı tək hərəkət sürəti adlanır. Bir sıra idman növlərində, o cümlədən qaçışda hərəkətin yüksək tempi və maksimal tezliyi əhəmiyyətli rol oynayır. Bəli, bir sıra idman növlərində, o cümlədən qaçışda hərəkətin yüksək tempi, bir də maksimal tezliyi. Yəni hərəkəti sən hansı tempdə icra elədin, tempi də hansı tezlikdə yerinə yetirdin. Bu əhəmiyyətli rol oynayır. Məsələn, tempə idman yerişində idmançının 1 dəqiqədə 120-140 addım, sprinterin 1 saniyədə 5 addım atmasını misal göstərmək olar. Bu bizim nəyimizdir? Tempimizdir. Hətta məsəl üçün fiziki tərbiyə dərslərində hazırlayıcı hissədə olanda biz nə edirik? Uşaq deyir, məsələn, yerində addımlamaş. Şagirdlər yerində addımlamaş komandasını icra. Sonra deyir ki, tempo. Tempo nədir? Temp. Artıq addımlar necə vurulur? Sürətli vurulur. Yəni temp idman yerişində idmançının 1 dəqiqədə 120-140 addım vurmasıdır. Sprinter nədir? Qısa məsafə qaçan idmançı sprinter deyilir. Sprinterin 1 saniyədə 5 addım atmasını misal göstərə bilərik. Gəldik nəyə? Tək hərəkətin icra tezliyini inkişaf etdirən hərəkətlərə aid nümunələr çəkməyə. Tək hərəkətin icra tezliyini inkişaf etdirmək üçün hansı hərəkətlərdən istifadə olunur? Qolları aşağı sallayaraq yerində qaçış 2-3 dəfə. Yenə deyirəm, tək hərəkətin icra tezliyi hərəkətin reaksiya tezliyindən sonraki komponentdir və sondakı vəziyyətdir. Qolları aşağı sallayaraq yerində qaçış 2-3 dəfə. Dabanı sağrı əzələsinə çatdırmaqla qaçış 2-3 dəfə. Yeriş və ya qaçışda dizləri yuxarı qaldıraraq əlləri dizlərə vurmaq 2-3 dəfə. Əllərlə dayaqda yerində qaçış. Sonra nişanlanmış yolda qaçış dedik. Sahələri nişanlayırıq. Sonra nişanlar arasında məsafəni artırıb azaldırıq və hərəkətin icra tezliyini inkişaf etdiririk. Sonra əllərlə dayaqda, əllərimiz dayaqdadır. Əllərlə dayaqda vaxt vahidində qaçış hərəkətləri. Məsələn, 30 saniyə ərzində neçə qaçış addımı icra elədin sən? Bunu da dedik. Sonra nişanlanmış yolda tək ayaq üzərində hər bir nişana toxunmaqla vaxtla qaçış. Bəli, nişanlanmış yolda tək ayaq, yəni sağ-sol ayaq üzərində hər bir nişana toxunmaqla vaxtla qaçış. Sonra divardan 15-20 sm aralıda duraraq vaxt vahidi ərzində müəyyən bir nöqtəyə ayaqların ucu ilə toxunmaq. Ümumiyyətlə, tək hərəkətin icra tezliyi nə başa düşürük? Hər hansı bir nişanlanmış sahədə müəyyən vaxt müddətində, məsələn 30 saniyə müddətində daha çox nişanlara toxunmaqla atdığımız addımın icrası tək hərəkətin icra tezliyidir. Və dedik ki, nişanlar arasındakı məsafə genişləndikcə icra tezliyi nə olur? Azalır. Nişanlar arasındakı məsafə azaldıqca icra tezliyi artır. Üçüncü komponentimiz hansıdır? Üçüncü komponentimiz olacaq maksimal qaçış sürəti. Gəldik üçüncü komponentə. Üçüncü komponentimiz maksimal qaçış sürətidir. Bu komponent digər iki komponentlə əlaqəlidir. Bəli, maksimal qaçış sürəti hərəkətin reaksiya tezliyi və tək hərəkətin icra tezliyi ilə əlaqəlidir. Məsafəni, baxın, verilən məsafəni mümkün qədər tez dəf etməkdə əsas göstəricilərdən biridir. Üçüncü komponentimiz maksimal qaçış sürəti. Baxın, maksimal qaçış sürəti məsafəni mümkün qədər tez dəf etməkdə
əsas göstəricilərindən biridir. Yəni verilən məsafəni mümkün qədər tez dəf eləməliyik maksimal qaçış sürətində. İnkişaf etdirilməsi üçün qaçış hərəkətinin nisbətən asanlaşdırılmış şəraitdə, məsələn, kiçik mailli olan qaçış yolunda sürətlə qaçışlardan, estafetlərdən, sonra qandikap nədir? Rəqibə məsafə güzəşti ilə yerinə yetirilən startlar. Bu artıq, yəni qandikap varsa, rəqibə məsafə güzəşti verilir. Məsafə güzəşti ilə yerinə yetirilən startlarla icra olunan sürətlənmələrdən istifadə olunur. Və müəllimənin qəbulunda düşmüşdü ki, maksimal qaçış sürəti hansı hərəkətləri vasitəsilə biz inkişaf etdirə bilirik? Və dedik ki, inkişaf etdirilməsi üçün qaçış hərəkətləri nisbətən asanlaşdırılmış şəraitdə. Məsələn, kiçik mailli olan qaçış yolunda sürətli qaçışlardan, estafetlərdən, qandikapla rəqibə məsafə güzəşti ilə yerinə yetirilən startlar, icra olunan sürətlənmələrdən istifadə olunur. 3 komponent var. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi, maksimal qaçış sürəti. Maksimal qaçış sürəti digər 2 komponentlə əlaqəlidir. Maksimal qaçış sürətində əsas məqsəd nədir? Əsas məqsəd məsafəni mümkün qədər tez dəf etmək lazımdır. Verilən məsafəni, ona görə deyək də maksimal qaçış sürəti. Artıq maksimal isə bunu icra eləməlisən. Verilən məsafəni mümkün qədər tez dəf etməkdə əsas göstəricilərdən biridir. Sonra qandikap nədir dedik? Qandikap rəqibə məsafə güzəştdə yerinə yetirilən startlardır. Bəs maksimal qaçış sürətini inkişaf etdirmək üçün nələr tövsiyə olunur? Yəni hansı hərəkətlər tövsiyə xarakterlidir? Gəlin bu haqqda danışaq. Maksimal qaçış sürətini inkişaf etdirmək üçün bu hərəkətləri biz tövsiyə edirik. Hansılardır? Məsafə güzəştləri ilə startlar. Məsafə güzəştləri ilə startlar. Sonra maili qaçış yolunda sürətlənmələr, startlar, qısa mərhələli estafetlər, qısa mərhələli, sağ və sol ayaq üzərində 30 metr vaxta qaçışlar. Baxın, bu biraz çaşdırır. Bu cümlə sürət güc qabiliyyətində də var, sürət qabiliyyətində var. Biz bunu necə aid edə bilərik ki, burada sürət qabiliyyətindən danışır, yoxsa sürət güc qabiliyyətindən danışır? Deyir ki, sağ və sol ayaq üzərində 30 metr vaxta qaçışlar. Əgər sağ və sol ayaq üzərində 30 metr məsafəyə qaçışlar desə, bu sürət güc qabiliyyətidir. Amma sağ və sol ayaq üzərində 30 metr vaxta qaçışlar, vaxt sözü varsa, biz 30 metr var sürətimizlə qaçmalıyıq. Bu da artıq sürət qabiliyyətinə gətirir. Burada vaxt sözünə görə aid edilir ki, vaxt varsa sürət qabiliyyətidir, vaxt sözü yoxdursa sürət güc qabiliyyətidir. Sonra daha sürətli yoldaşı ilə qoşquda qaçış, daha sürətli yoldaşı ilə qoşquda qaçış. Sonra var məkiş qaçış. Məkiş qaçış 2 vuraq 10, 3 vuraq 10, 4 vuraq 10. Əgər qarşınıza çıxarsa məkiş, mötərizə içərisində 2 vuraq 10, 3 vuraq 10, 4 vuraq 10 qaçış deyirsə, bu sürət qabiliyyətidir. Eləcə versə, məsələn, məkiş qaçış 3 vuraq 10, 3 vuraq 10, bu artıq gəlib çeviklik qabiliyyətinə gətirəcək. Amma məkiş yazılıb 2 vuraq 10, 3 vuraq 10, 4 vuraq 10, bu artıq burada sürət qabiliyyətinə gətirib çıxardır. Sürət qabiliyyətində maksimal qaçış sürətinə. Şagirdlərdə sürət qabiliyyətinin inkişafı üçün istifadə olunan ən səmərəli vasitə sprint qaçışıdır. Sprint qaçışı, yəni qısa məsafəli qaçışlar hesab olunur da sprint qaçışı. Sprint qaçışı qısa məsafələrdə maksimal sürət və tezlikdə yerinə yetirilən hərəkətlər və hərəkət kompleksləri sürət qabiliyyətinin inkişaf etdirilməsi üçün əsas vasitə hesab olunur. Çünki qısa məsafədə maksimal sürət və tezlikdən istifadə olunur. Silsiləli hərəkətlər qrupuna aiddir. Silsiləli hərəkətlər qrupuna aiddir. Qaçış, yazıram. 1. Qaçış. 2. Üzgüçülük. 3 nə olacaq? 3 velosiped.
Abi 3 dənə sadaladığımız bunlar silsiləli hərəkətlər qrupuna aiddir. Bəs silsiləli hərəkətlər qrupu nə deməkdir? Biz bunu necə başa düşürük silsiləli hərəkətlər qrupu? Gəldik qaçışa. Qaçırsan. Qaçanda sağ ayaq, sol ayaq necə olur? Sağ, sol, sağ, sol bir-birini təkrarlayır. Üzgüçülükdə sağ əl, sol əl, sağ əl, sol əl. Velosipeddə yenə sağ ayaq, sol ayaq, sağ ayaq. Artıq bu gətirir silsiləyə. Yəni təkrarlandığına görə biz deyirik buna silsiləli hərəkətlər qrupuna aid. Bir də var, silsiləli hərəkətlər qrupuna aid olmayan. Silsiləli hərəkətlər qrupuna aid olmayan deyiriksə, biz burada artıq danışacağıq tək mübarizlik idman növlərindən. Bəli, tək mübarizlik idman növləri, belə deyək də, silsiləli hərəkətlər qrupuna aid deyil. Silsiləli hərəkətlər qrupuna aid olan dedik, qaçışdır, üzgüçülükdür, bir də velosipeddir. Sonra müəllimlərin işə qəbulunda və mən belə düşünürəm ki, sertifikasiyada hərəkət qabiliyyətlərinin təzahür amillərindən məndən işə qəbulunda düşür, salırlar tez-tez. Ehtimal olsun ki, sertifikasiyada da düşəcək. Sürət qabiliyyətini, yəni sürətin inkişafını və təzahürünü şərtləndirən əsas amillər var. Gəlin görək, bu sürət qabiliyyətinin inkişafını və təzahürünü şərtləndirən əsas amillər hansılardır? 9 dənə əsas amil var. Əgər biz sürət qabiliyyətinin inkişafını və təzahürünü şərtləndirən 9 amili yadımızda saxlasaq, elə sürət güc qabiliyyətində təzahür amillərini yadda saxlayacaq. Niyə? Çünki sürət güc qabiliyyətinin təzahür amilləri eynidir. Yəni bir dənəsini yadda saxlamaq, digərini yadda saxlamaq artıq kifayət edir. Başlayaq. Sürət qabiliyyətinin inkişafını və təzahürünü şərtləndirən əsas amillərimiz hansılardır? Birincisi deyirik, idmançının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti. Baxın, idmançının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti. Bu birincimiz. Sonra əzələnin reaktivliyi və elastikliyi. Əzələnin reaktivliyi və elastikliyi və əzələ qüvvəsi. Baxın, ikisi də ə hərfindən başlayır. Əzələnin reaktivliyi və elastikliyi, əzələ reaktiv və elastik olmalıdır. Bir də əzələ qüvvəsi, əzələnin qüvvəsi. Sonra oynaqların mütəhərrikliyi. Oynaqların mütəhərrikliyəndə artıq burada deyirik ki, bədənin əyilmə qabiliyyətinə gətirib çıxarır oynaqların mütəhərrikliyi. Bədənin əyilmə qabiliyyəti. Amma sürət qaçan zaman, biz sürətli qaçan zaman robot kimi qaçmırıq ki, bədən biraz əyilmiş formada olur da, robot kimi elə düz qaçmırıq. Yəni, sürətin inkişafını və təzahürünü şərtləndirən amillərdən 4-ünü dedik. Hansıdır? İdmançının sinir sistemi, baxın, sinir sistemi mühüm rol oynayır. İdmançının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti, əzələnin reaktivliyi və elastikliyi, əzələ qüvvəsi, oynaqların mütəhərrikliyi, 4 dənəsini dedik, qaldı 5 dənə. Sonra əzələnin gərgin vəziyyətdən boşalmış vəziyyətə keçə bilmək bacarığı, yəni əzələ gərgin vəziyyətdən artıq boşalmış vəziyyətə keçir də, bədən elastikləşdikcə. Sonra hərəkətlərin icra texnikası, sonra əzələnin anaerob şəraitində təqəllüsünü təmin edən enerji mənbələri, bəli, anaerob şəraitdə, oksigenli şəraitdə təqəllüsünü təmin edən enerji mənbələri, sonra əzələ liflərinin xüsusiyyəti, əzələdə sürətli liflərin miqdarı. Yenə deyirəm, əzələ liflərinin xüsusiyyəti, əzələdə sürətli liflərin miqdarı, sonra sürətlə əlaqəsi olan başqa fiziki keyfiyyətlərin inkişaf səviyyəsi. Bu biraz təzahür amili, sürət qabiliyyətində 9 çoxdur, biraz yadda qalması çətindir, amma sual-cavab müddətində bunu o qədər təkrar deyəcək, artıq bu yadda qalacaq. Yenə deyirəm, birincisi nə oldu? İdmançının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti. Sonra əzələnin reaktivliyi və elastikliyi, əzələ qüvvəsi, oynaqların mütəhərrikliyi, əzələnin gərgin vəziyyətdən, birinci qaçışa başlayanda əzələ gərgin vəziyyətdə olur. Əzələnin gərgin vəziyyətdən boşalmış vəziyyətə keçə bilmək bacarığı,
Sonra hərəkətlərin icra texnikası, əzələnin anaerob şəraitində təqəllüsünü təmin edən enerji mənbələri, anaerob şəraitdə, əzələ liflərinin xüsusiyyəti, əzələdə sürətli liflərin miqdarı, bir də sürətlə əlaqəsi olan başqa fiziki keyfiyyətlərin inkişaf səviyyəsi. Sonra kitabda, yəni sizdə olan kitabda oxuyanda görəcəksiniz, sürət qabiliyyətini inkişaf etdirmək üçün çoxlu nümunələr, hərəkətlər vermişik. Bunlar yenə deyirəm, əzbərləməyə ehtiyac yoxdur. Sadəcə oxuyub mənasını başa düşmək lazımdır. Gəlin bunlara nümunələri deyək. Deyirik ki, sürət qabiliyyətini inkişaf etdirən hərəkətlər hansılardır? Qısa məsafələrə maksimal sürətlə qaçış. Baxın, qısa məsafələrə maksimal sürətlə qaçış. Dizləri yuxarı qaldırmaqla qaçış. Dabanı böyük sağrı əzələsinə çatdırmaqla qaçış. Burada say tərkibi verilməlidir. 2-3 dəfə, 3-4 dəfə, 1-2 dəfə. Sonra çarpaz addımlarla yuxarı qaçış. Arxası hərəkət istiqamətinə olmaqla qaçış. Yəni, arxası hərəkət istiqamətinədir. Olmaqla qaçış. Qolların fəal hərəkəti ilə yerində və divara əllərlə istinad etməklə qaçış. Sonra müxtəlif start vəziyyətlərindən qaçış. Uzanmış, uzanaraq dayaqdan tək əllə, dayaqdan kürəyi hərəkət istiqamətinə, start vəziyyətindən, oturmuş vəziyyətdən, duruşdan dönərək qaçışlar. Yəni, bunlar hamısı gedir müxtəlif start vəziyyətindən qaçışlar. Uzanmış vəziyyətdən qaçış, yarım oturuş vəziyyətdən qaçış, ondan sonra necə deyirik, uzanaraq dayaqdan tək əllə, dayaqdan kürəyi hərəkət istiqamətinə, start vəziyyətindən, oturmuş vəziyyətdən, duruşdan dönərək qaçışlar. Sonra cütlükdə qaçışlar. Daha yüksək qaçış sürətinə malik olan şagird irəlidə qaçır və elastik rezinlə nisbətən zəif şagirdi çəkir. Məsafə güzəştləri ilə qaçışlar. Sürətlənmə hərəkətləri, estafetlər, sürətli oyunlar. Müxtəlif çıxış vəziyyətindən startlar. Müxtəlif intervallı siqnallarla startlar. Məsafə güzəştləri ilə qaçışlar. Yarış formalı sürətlənmələr. Qısa məsafəli 2 mərhələli estafetlər. Mailliyi olan qaçış yolunda sürətlənmələr. 20-25 metr məsafəyə cütlüklərin və kiçik komandaların yarışları. Hərəkət istiqamətini kəskin dəyişməklə qaçışlar. Baxın, hərəkət istiqamətini dəyişməklə qaçışlar deyirsə, bu çevikliyə gedir. Amma hərəkət istiqamətini kəskin sözü varsa, kəskin dəyişməklə qaçışlar deyirsə, sürət qabiliyyətidir. Sprint qaçışlar qısa məsafəli qaçışlardır. Sürət qabiliyyətidir. Qövs, dairə, ilanvari qaçış sürət qabiliyyətidir. Görünən siqnala müvafiq gözlənilmədən dairə üzrə dönmələrlə qaçış. Sonra kəskin dayanma və sürətlənmələrlə məkiş qaçış. 2 vuraq 10 metr, 2 vuraq 15 metr, 4 vuraq 10 metr, 4 vuraq 15 metr. Yəni artıq məkiş qaçışı bir neçə mərhələdə verilsə sürət qabiliyyətidir. Amma dedim ki, 3 vuraq 10 metr verilsə, bu artıq çeviklik qabiliyyətidir. 30 və 400 metr məsafəyə qaçışlar dedik ki, sürət qabiliyyətini inkişaf etdirir. 30 metrdən başlayaraq 30, 400 metr məsafəyə qaçışlar sürət qabiliyyətini inkişaf etdirir. 400 metr məsafəyə qaçış da daxil olmaqla bütün qısa məsafəli qaçışlar sürət qabiliyyətini inkişaf etdirir. Məktəblərdə perspektiv planlaşdırmada hər bir hərəki qabiliyyətin sonunda kiçik summativ qiymətləndirmə aparır. Yəni tədris vahidinin sonunda aparılan qiymətləndirmə elə kiçik summativ qiymətləndirmə. Məsəl üçün, sürət qabiliyyəti üçün 14 saat vaxt ayrılıbsa, sürət qabiliyyətinin onun 13 saatını biz sürət qabiliyyətini təkmilləşdiririk. 14-cü saatda artıq kiçik summativ qiymətləndirməni aparırıq. Görək, 13 saat ərzində bu şagird nəyə qadir olur? Baxın, bəs sürət qabiliyyəti ümumi təhsil məktəblərində kiçik summativ qiymətləndirməsi
Hansı normativlər üzrə icra olunur? Yazıram bura 30 metr. Yazıram bura 60 metr. 100 metr. 4 vuraq 50 metr estafet qaçışı. Estafet qaçışı. Demək, ümumi təhsil məktəblərində 4 dənə normativdir. Kiçik summativ qiymətləndirmədə istifadə olunur. Bura götürə bilərlər, 400 metrdə yaza bilərlər sizi çaşdırmaq üçün. Ora 200 metrdə yaza bilərlər. 300 metrdə yaza bilərlər. Bəli, onlar da sürət qabiliyyətini inkişaf etdirir. Amma ümumi təhsil məktəblərində ancaq 4 dənə normativə əsasən biz şagirdi qiymətləndiririk. Hansılardır? 30 metr, 60 metr, 100 metr, bir də 4 vuraq 50 metr estafet qaçışı. Bir idmançı 50 metr məsafəni qət edir, 4 idmançı 200 metr. 4-cü idmançı artıq çubuq qəbul edib finişə qaçır. Yəni 4 dənə normativdir. Amma siniflərə görə, təhsil səviyyəsinə görə normativlər dəyişir. Biz hamısında 30 metr istifadə edə bilmərik, 60 metr istifadə edə bilmərik, yaxud 100 metr. Bu sinif sayına görə dəyişir. Ümumiyyətlə, ümumi orta təhsil səviyyəsi deyəndə hansı siniflər götürülür? Ümumi orta təhsil səviyyəsi deyəndə burada götürüləcək 5-ci sinif, 6-cı sinif, 7-ci sinif, 8 və 9. Tam orta təhsil səviyyəsi deyirsə 10 və 11-ci sinif. 5-ci sinif hansı təhsil səviyyəsinə aiddir? 5-ci sinif aiddir ümumi orta təhsil səviyyəsinə. 5-ci sinifdə hansı normativdən istifadə olunacaq? 30 metr məsafədən istifadə olunur 5-ci sinifdə. Bir də 4 vuraq 50 metr estafet qaçışından istifadə edilir. Bəs 6, 7, 8, 9-cu siniflərdə kiçik summativ qiymətləndirmədə, sürət qabiliyyətində hansı normativdən istifadə olunur? 6, 7, 8, 9 olacaq 60 metr, 60 metr, bir də 4 vuraq 50 metr estafet qaçışı. Mən ümumi orta təhsil səviyyəsini dedim. 5-dən 9-a dedim. 5-də bir dənə dəyişir. 30 metrdən 4 vuraq 50 metr estafet qaçışdır. 6, 7, 8, 9-cu siniflərdə 60 metr, bir də 4 vuraq 50 metr estafet qaçışıdır. Gəldik nəyə? 10-cu sinifə. 10-cu sinifdə hansı olacaq? 10-cu sinifdə həm 60 metr var, həm 100 metr var, həm də 4 vuraq 50 metr estafet qaçışı var. Yəni müəllim bu normativi şərtlər üçündə götürsün. İstədiyi normativi götürüb şagirdi qiymətləndirə bilər. 60 metr də biz 10-cu sinifdə istifadə edə bilərik. 100 metrdən də 4 vuraq 50 metr estafet qaçışından da. 11-ci sinif nədir? 11-ci sinifdə ancaq 100 metrdir. Bəli, 11-ci sinifdə 100 metr normativ icra olunur. Amma testlərdə 11-ci sinifin kiçik summativ qiymətləndirməsini sorutan zaman 4 vuraq 50 metr estafet qaçışını da verərsə, biz bunu səhv cavab yox, düzgün cavab kimi qeyd edə bilərik. 4 dənə normativdir, amma təhsil səviyyəsinə görə, yəni sinifə görə normativlər dəyişir. 5-ci sinifdə 30 metr, 4 vuraq 50 metr. 6, 7, 8, 9-da 60 metr məsafəyə qaçış, 4 vuraq 50 metr estafet qaçışı. 10-cu sinifdə 60 metr, 100 metr, 4 vuraq 50 metr estafet məsafə, 4 vuraq 50 metr estafet qaçışı. 11-ci sinifdə 100 metr, bir də əgər testdə, yəni sualda qarşımıza çıxarsa 4 vuraq 50 metr, biz bunu düzgün cavab kimi qeyd edəcəyik. Sürət güc qabiliyyəti. İkinci hərəkət qabiliyyətimiz, yəni ikinci tədris vahidimiz sürət güc qabiliyyətidir. Sürət güc qabiliyyəti də atletika idman növünə aiddir. Dedim axı, atletika sürət güc və dözümlülük qabiliyyətini inkişaf etdirir. Bəs sürət güc qabiliyyəti özü nədir? Biz bunu necə başa düşək? Sürət güc qabiliyyəti minimal vaxt ərzində, minimal nədir? Biri var maksimal, biri var minimal. Yəni qısa bir müddətdə, minimal vaxt ərzində maksimum qüvvə göstərmək bacarığıdır. Hətta biz buna deyirik partlayış qüvvəsi. Sürət güc qabiliyyətində minimal vaxt ərzində maksimum qüvvə göstərmək bacarığı bu adlanır partlayış qüvvəsi. Demək,
minimal vaxt ərzində maksimum qüvvədən istifadə ediriksə nə olacaq? Partlayış qüvvəsi olacaq. Sürət gücün inkişaf etdirilməsi üçün vacib keyfiyyətlərdən biri də partlayış qüvvəsidir. Sürət güc qabiliyyəti hansı qabiliyyətlərin birləşməsindən yaranıb? Sürət güc qabiliyyəti 1. Sürət 2. Qüvvə. Sürət güc qabiliyyəti 2 dənə qabiliyyətin birləşməsindən yaranıb. Sürət və qüvvə qabiliyyətinin birləşməsindən yaranıb. Sürət güc qabiliyyəti dedik nə idi? Minimal vaxt müddət ərzində maksimum qüvvə göstərmək bacardı. Partlayış qüvvəsidir. Sürət güc qabiliyyətinin inkişafı üçün hərəkətlər bir məşğələdə 2-5 seriyada yerinə yetirilir. Sürət güc qabiliyyətinin inkişaf etdirilməsi üçün hərəkətlər dedik ki, bir məşğələdə, yəni bir məşğələdə yazaq bura. Bir məşğələdə 2-5 seriyada 2-5 seriyada yerinə yetirilir. Bir seriyada neçə hərəkət olur? Bir seriyada 6, 10 hərəkət olur. Sürət güc qabiliyyəti üçün əlverişli yaş dövrü. Sürət güc qabiliyyəti üçün əlverişli yaş dövrü 12-15 yaşdır. Yəni 12, 13, 14, 15 yaşda daxil olmaqla biz şagirdlərdə sürət qabiliyyətini inkişaf etdirə bilərik. Oğlanlarda əlverişli yaş dövrü oğlanlarda olacaq 10-13 yaş oğlanlarda. Əlverişli yaş dövrü 10-13 yaş. Qızlarda olacaq əlverişli yaş dövrü 9-11 yaş. Yəni ümumi amma əlverişli yaş dövrü sürət güc qabiliyyətində 12-15 yaşdır. Baxın, sürət güc qabiliyyəti hansı qabiliyyətin birləşməsindən yaranıb? Dedik ki, sürət və qüvvə qabiliyyətinin birləşməsindən yaranıb. Bunu yadda saxladıqsa elə biz sürət güc qabiliyyətinin hansı hərəki qabiliyyətlə əlaqəsi olduğunu deyəcəyik. Sürət güc qabiliyyəti sürət və qüvvə qabiliyyəti ilə əlaqəlidir. Sürət güc qabiliyyəti sürət güc qabiliyyəti sürət və qüvvə qabiliyyəti ilə əlaqəlidir. Sonra gəldik nəyə? Funksional sistemə. Funksional sistemə burada nə qeyd edəcəyik? Funksional sistemdə qeyd edirik dük başlıqlarla D, Ö, Q. Dük nə deməkdir? Başlıq hərfini qeyd eləmişik də. D-ya yazırıq nə? D yazırıq dayaq hərəkət aparatı. 1. Dayaq hərəkət aparatı. 2. Hansı funksional sistem olar sizdə? 2 olacaq ürək damar sistemi. Ürək damar sistemi. 3 nədir? 3-ə qeyd edirik qüvvə. Aha. Sürət güc qabiliyyəti 3 dənə funksional sistemlə əlaqəsi var. Dayaq hərəkət aparatı, ürək damar sistemi, qüvvə. Dük sözünü əzbərə yadda saxlayacaq. Açıqlamasını artıq siz tapa biləcəksiniz. Hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Sürət qüvvə. Hansı hərəkət qabiliyyətlərin birləşməsindən yaranıb? Sürət qüvvə. Əlverişli yaş dövrü 12-15 yaşdır. Oğlanlarda 10-13 yaş, qızlarda 9-11 yaş. Gəldik nəyə? İnkişaf metoduna. İnkişaf metodu hansıdır? İnkişaf metoduna qeyd edirəm. 1. Təkrar. 2. Təkrar seriyalı.
Təkrar və təkrar seriyalı həm sürət qabiliyyətində var, həm sürət güc qabiliyyətində var. Sonra 3 oyun, 4 yarış. Bu 4 dənə yazdığım metod sürət qabiliyyətində də var, sürət güc qabiliyyətində var. 5-ə yazıram dairəvi metod. Dairəvi metod sürət qabiliyyətində yoxdur. Amma sürət güc qabiliyyətində var. Bir dənə ümumi təkrar edək. Sürət güc qabiliyyəti nədir? Minimal vaxt ərzində maksimum qüvvə göstərmək bacarığı. Buna da deyirik partlayış qüvvəsi. Aha, sürət güc qabiliyyəti hansı qabiliyyətlərin birləşməsindən yaranıb? Sürət və qüvvə qabiliyyətinin birləşməsindən yaranıb. Belə sürət və qüvvə qabiliyyətinin birləşməsindən yarandığından sürət və qüvvə qabiliyyəti ilə əlaqəlidir. Hansı funksional sistemlərlə əlaqəsi var? Dük sözünü yadda saxlayın. Dayaq hərəkət aparatı, ürək damar sistemi, qüvvə 3 dənə funksional sistemlə əlaqəsi var. Əlverişli yaş dövrü 12-15 yaş, oğlanlarda 10-13 yaş, qızlarda 9-11 yaş. İnkişaf metodları. Təkrar seriyalı oyun yarış sürət qabiliyyətində də var, sürət güc qabiliyyətində də var. Bir dənə burada qalır dairəvi metod. Sürət qabiliyyətində yoxdur, amma sürət güc qabiliyyətində var. Sürət güc qabiliyyətinin inkişafı üçün hərəkətlər bir məşğələdə 2-5 seriyada icra olunur. Bir seriyaya 6-10 hərəkət daxildir. Yəni bir seriyada 6-10 hərəkət olur. Sürət güc qabiliyyətinin 2 komponenti var. 2 yəni tərkib hissəsi var. 1 olacaq sürətli qüvvə. Yazırıq 1 sürətli qüvvə. Sürətli qüvvə. 2 sürət. Sürət güc komponentinin sürət güc qabiliyyətinin 2 komponenti var. Birincisi olacaq sürətli qüvvə, ikinci olacaq sürət. Bəs neçə istiqamətdə inkişaf etdirilir? Sürət güc qabiliyyəti 2 istiqamətdə inkişaf etdirilir. 2 istiqamətdə. 1 yuxarı ətraf. Yuxarı ətraf. 2 aşağı ətraf. Yuxarı ətrafa, yuxarı ətraf, aşağı ətraf. Ümumiyyətlə, sürət güc qabiliyyətindən biz danışırıqsa, elə atmalar və tullanmalardan danışacaq. Atmalar və tullanmalardan. Atmalar və tullanmalar sürət güc qabiliyyətini inkişaf etdirir. Neçə istiqamətdə inkişaf etdirir? 2 istiqamətdə, yuxarı ətraf, aşağı ətraf. Yuxarı ətrafa, aşağı ətrafa nümunələr deyəcək. Yuxarı ətraf əzələləri deyəndə qollar, aşağı ətraf əzələləri deyəndə sizdən ayaqlar nəzərdə tutulur. Yuxarı ətraf əzələrində biz sürət gücü necə inkişaf etdirə bilərik? Yuxarı ətraf əzələrdə isə atmalardan istifadə edirik. Gəl indi baxaq. Müxtəlif çəkili topların atılması, tenis topunun atılması, tibbi topun atılması. Tibbi top içi qumla doldurulmuş top hesab olunur. Biz ona deyirik tibbi topun atılması. Atmalarla estafetlər, oyunlar, yarışlar. Baxın. Bu atmalarla estafetlər, oyunlar, yarışlar məndən qəbuluna düşmüşdür. Sual qoymuşlar ki, atmalarla estafetlər hansı hərəkət qabiliyyətini inkişaf etdirir? Estafet sözünü görən müdavimdən çox orada sürət qabiliyyətini yazmışdır. Yanlışdır. Burada estafet dözümlükdə də ola bilər, qüvvədə də ola bilər, çeviklikdə də ola bilər. Atmalarla estafetlər. Yəni atmalardan ibarət estafetlərdir. Atmalarla estafetlər. Ona görə sürət güc qabiliyyətini inkişaf etdirir. Ümumiyyətlə, bütün növ atmalar, top atmalar, top itələmələr, yadro itələmə, çəkic atma, nizə atma, bunlar hamısı yuxarı ətraf əzələlərində sürət güc qabiliyyətini inkişaf etdirir. Doldurulmuş topların müxtəlif çıxış vəziyyətlərindən itələnməsi, atılması sürət güc qabiliyyətini inkişaf etdirir. Ümumiyyətlə, atmanın texnikası 4 fazadan ibarətdir. Mən burada tenis topunun atılmasını deyirəm. Atmanın texnikası 4 fazadan ibarətdir. Hansılardır? Birinci, qaçdım. Atmaya hazırlıq. Məktəblərdə bu yaxınlarda yarışları keçirildi. Tenis topunun atılması. Və onun texnikası 4
fazadan ibarətdir. Birinci faza hansıdır? Birinci faza olacaq qaçış. Yazdım. Birinci oldu qaçış. İkinci faza nədir? İkinci faza olacaq atmaya hazırlıq. Üçüncü faza oldu nə? Üçüncü faza oldu atma. Dördüncü nə edəcək? Atandan sonra dayanmalıdır. Dayanma, tormuzlanma. Dördüncü faza oldu dayanma. Demək tenis topunun atılması, atılma texnikası 4 fazdan ibarətdir. Qaçış, atmaya hazırlığı biz atletika bölməsində elə final səddilikdə. Həmişə atmadan qabaq atmaya hazırlıq olur. Qaçış, atmaya hazırlıq, atma, dayanma. Qaçış 10-12 metrlik məsafəni sürətlə qaçaraq həyata keçirilir. Bu zaman qol arxaya doğru geniş açılır. Sonra atmaya hazırlıq zamanı çarpaz addımla gövdə çevrilir. Bu zaman qol demək olar ki, üfüqi vəziyyət alır. Bəs atma nədir? Atma zamanı sanki dartılmış yay vəziyyəti yaranır. Top irəliyə doğru atılır. Topun atılması biləyin hərəkəti ilə başa çatır. Atandan sonra nə eləməlidir? Atmadan sonra müvazənəti saxlaya bilmək üçün bədənin ağırlığı bir ayaqdan digərinə ötürülür. Bu da dayanma zamanı atma xəttini keçməməyə kömək edir. Demək tenis topunun atılması neçə fazadan ibarət oldu? 4 fazadan. Hansılardır? Qaçış, atmaya hazırlıq, atma, dayanma. Yuxarı ətrafı biz danışdıq. Hətta tenis topunu fazalarda belə biz bunu izah elədik. İndi qaldı nə? Aşağı ətraf əzələlərində sürət gücünün inkişaf etdirilməsi. Aşağı ətraf deyəndə ayaqlar nəzərdə tutulur. Buraya nələr aiddir? Buraya aiddir yerindən uzunluğa tullanma, sonra qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma, 3 təkanla tullanma, şüvüllə tullanma, maneələr üzərindən tullanmalar, sıçrayışlar. Baxın, maneələr üzərindən tullanmalar, sıçrayışlar, müxtəlif istiqamətli sıçrayışlar, bir ayaq üzərində irəli hoppanmalar, müxtəlif hündürlüklü maneələr üzərindən sıçrayış elementləri olan oyunlar, estafetlər, yarışlar, gimnastika ipi ilə sıçrayışlar, sədlərlə qaçışlar, bunların hər biri aşağı ətraf əzələlərində sürət güc qabiliyyətini inkişaf etdirir. Gəldik nəyə? Sürət güc qabiliyyətinin inkişafının və təzahürünü şərtləndirən əsas amillər. Sürət qabiliyyətindən mən sizə demişdim ki, sürət qabiliyyətlə sürət güc qabiliyyətinin inkişafını, təzahürünü şərtləndirən amillər eynidir. Baxın, indi təkrarlayaq, yadınıza düşsün. Dedik ki, birincisi, idmançının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti. Əzələnin reaktivliyi və elastikliyi, əzələ qüvvəsi, oynaqların mütəhərrikliyi, əzələnin gərgin vəziyyətdən boşalmış vəziyyətə keçə bilmək bacarığı, hərəkətlərin icra texnikası, əzələnin anaerob şəraitdə təqəllüsünü təmin edən enerji mənbələri, əzələ liflərinin xüsusiyyətləri, əzələdə sürətli liflərin miqdarı, sürətlə əlaqəsi olan başqa fiziki keyfiyyətlərin inkişaf səviyyəsi. Yəni, sürət və sürət güc qabiliyyətinin inkişafını, təzahürünü şərtləndirən əsas amillər eynidir. Gəlin indi sürət güc qabiliyyətini inkişaf etdirən hərəkətlərə aid nümunələr çəkək. Deyirik ki, müxtəlif istiqamətli çoxsaylı sıçrayışlar. Çoxsaylı sıçrayışlar deyən kimi, hər kəs deyir ki, dözümlük qabiliyyəti. Amma bu dözümlük qabiliyyəti deyil. Müxtəlif istiqamətli, baxın, müxtəlif istiqamətli çoxsaylı sıçrayışlar. Sən bu sıçrayışları edən zaman ən azı bir fasilən olur da, sıçrayış edib növbəti sıçrayışa qədər. Dözümlük qabiliyyətində iş fasiləsiz icra olunur. Məsələn, gimnastika ipi ilə çoxsaylı sıçrayışlar. Burada artıq fasilə sən icra edirsən. Amma müxtəlif istiqamətli çoxsaylı sıçrayışlardan az sən bir fasilə müddətini olur. Ona görə bu sürət güc qabiliyyətidir. Sonra tullanaraq başla futbol topuna vurmaq. Tullanaraq başla futbol topuna vurmaq bir neçə təlimçi buna deyir çeviklik qabiliyyətidir. Tullanaraq başla futbol topuna vurmaq. Burada futbol var axı. Futbol
idman onu çeviklik qabiliyyətinə gətirilir. Amma səhv eləmirəmsə ya 8-in ya 9-un metodiki vəsaitində bu sürət güc qabiliyyətində verilir. Tullanaraq başla futbol topuna vurmaq. Mən tullanıram. Nəyə əsaslanır? Deyək ki, tullanmalar, atmalar sürət güc qabiliyyətini inkişaf etdirir. Tullanıb başımla futbol topuna vururamsa, o artıq sürət güc qabiliyyətinə gəlir. Yəni metodiki vəsaitdə nə deyirsə, hələ ki biz də o qayda ilə getməliyik. Sonra sıçrayışlar, təkrar sıçrayışlar, daxil edilmiş oyunlar və estafetlər. Bu sual məndən şə qəbuluna düşmüşdür. Sıçrayışlar, təkrar sıçrayışlar, daxil edilmiş oyunlar, estafetlər. Baxın, burada estafetlər sıçrayışlardan ibarətdir. Oyunlar və estafetlər sıçrayışlardan, təkrar sıçrayışlardan ibarət olduğuna görə sürət güc qabiliyyətinə gətirib çıxarır. Sonra yerindən kiçik qatışdan uzunluğa, maneələr üzərindən tullanmalar, sıçrayışlar sürət güc qabiliyyətinə gətirir. Sonra müxtəlif hündürlüklü maneələr üzərindən iki ayağın təkanı ilə seriyalarla tullanmalar sürət güc qabiliyyətidir. Müxtəlif hündürlüklü maneələr üzərindən sağ-sol ayağın təkanı ilə tullanmalar. Yəni müxtəlif hündürlüklü maneələr üzərindən sağ və sol ayağın təkanı ilə tullanırsan. Bu da sürət güc qabiliyyətini inkişaf etdirir. Sonra müxtəlif hündürlükdə asılmış toplara qaçaraq təkan verib əllə toxunmaq. Və bu sualın düşmə ehtimalı daha çoxdur. Müxtəlif hündürlükdə asılmış toplar. Toplar havadan asılıb. Müxtəlif hündürlükdə asılıb. Yəni hündürlüklər fərqlidir. Müxtəlif hündürlükdə asılmış toplara qaçırsan, təkan verib əllə toxunursan. Tullanma edirəm də. Nasıl top hündürlükdə asılıb? Qaçıb təkan verib tullanıb topa əlimi toxundururam. Bu da sürət güc qabiliyyətini inkişaf etdirir. Sonra müəyyən hündürlükdə rezin amortizatorlardan asılmış topa qaçaraq, tullanaraq zərbə endirmək. Bayaq dediyimin təkrarıdır. Müəyyən hündürlükdə rezin amortizatorlardan asılmış topa qaçaraq, tullanaraq zərbə endirirəmsə, sürət güc qabiliyyətini inkişaf etdirir. Sonra yerindən və ya kiçik qaçışdan hər hansı hündürlüyə əl vurmaq. Yəni yerindən və kiçik qaçışdan hər hansı hündürlüyə əl vurmaq üçün tullanıb əl vururam da. Bu da sürət güc qabiliyyətini inkişaf etdirir. Sonra gimnastika kəndiri ilə sıçrayış hərəkətləri sürət güc qabiliyyətini inkişaf etdirir. Gimnastika ipi ilə tək, iki ayaqla, ikili fırlanma ilə maksimal tezliklərlə tullanma hərəkətləri sürət güc qabiliyyətini inkişaf etdirir. Dayaqlı oturuşdan yuxarıya tullanmaq, qıçlar irəliyə, yanlara sürət güc qabiliyyətini inkişaf etdirir. Hündürdən asılmış əşyalara başla əllə toxunmaq. Əgər hündürdən hər hansı bir əşya asılıbsa, istər ona başla, əllə toxunursa da tullanıb toxunmalısan da, sürət güc qabiliyyətidir. Müxtəlif çəkili topların çoxsaylı atılması, itələnməsi yuxarı ətraf əzələlərində sürət güc qabiliyyətidir. Bir və iki ayağın təkanı ilə uzağa tullanmaq aşağı ətraf əzələlərində sürət güc qabiliyyətidir. İki ayağın təkanı ilə toplar və hər hansı maneə üzərindən hoppanaraq keçmək sürət güc qabiliyyətidir. Müxtəlif maneələr üzərindən tək ayağın təkanı ilə tullanaraq keçmək. Sonra cüt ayağın təkanı ilə müəyyən məsafə qət etməklə cütlükdə yarış. Bax, cüt ayağın təkanı ilə. Baxın, cüt ayaq təkanı nə deməkdir? Yəni tullana gedir də. 15 metr məsafəni qət etməklə cütlükdə yarış da sürət güc qabiliyyətini inkişaf etdirir. Gimnastika ipi ilə tək və cüt ayaqlar üzərində sıçrayışlar arası tullanmalar. Sonra tullanma elementləri ilə sağ və sol qıç üzərində qaçış, cüt ayağın təkanı ilə tullanmalar, maneələr üzərindən seriyalarla tullanmalar, müxtəlif istiqamətlərə dairədən dairəyə tullanmalar, tək ayaq üzərində 15-20 metr məsafəyə qaçış. Əgər tək ayaq üzərində 15-20 metr məsafəyə vaxtla
qaçış deyilsə sürət qabiliyyətidir. Amma tək ayaq üzərində 15-20 metr məsafəyə qaçış varsa sürət güc qabiliyyətidir. Tək və cüt ayaqla müxtəlif maneələr üzərindən sıçrayışla keçərək müəyyən məsafəni qət eləmək. Məsələn, 20-25 metr məsafəni tək və yaxud cüt ayaqla müxtəlif maneələr üzərindən sıçrayışlar edərək yerinə yetiririksə sürət güc qabiliyyətidir. Hündürdən tullanıb, məsələn, gimnastika keçisidir. Üzərindən tullanıb dərhal hündürlüyə və uzunluğa tullanmaq. Yekunda hərəkət qabiliyyətinin ən gözəl ayırd etmə üsulu hərəkətə yox, alətə yox, edilən hərəkətə baxmaq lazımdır. Məsələn, idman keçisindən tullanıb dərhal hündürlüyə və uzunluğa tullanmaq. Sonra yerindən iki ayağın təkanı ilə hündürlüyə tullanmaq. Yerindən uzunluğa tullanmalar. Sonra təkrar icra edilən atma hərəkətləri. Atma hərəkətləri daxil edilmiş oyunlar, estafetlər. Atmalar varsa yuxarı ətraf əzələləridir. Müxtəlif çəkili topların uzaq məsafəyə atılması, itələnməsi. Sonra müxtəlif çəkili topların uzağa atılması. Müxtəlif çəkili topların atılması. Sonra topların itələnməsi, atılması. Topların baş üzərindən arxaya atılması. Sonra uzanaraq dayaqda, baxın, bu sualla düşmə ehtimalı var. Uzanaraq dayaqda hər iki əlin təkanı ilə dayaqdan ayrılmaq, əlləri bir-birinə vurmaq. Metodiki vəsaitdə bunu verib sürət güc qabiliyyətində. Səhv eləmirəmsə müəllimlər qəbulunda da düşür. Uzanaraq dayaqdan hər iki əlin təkanı ilə dayaqdan ayrılmaq, əlləri bir-birinə vurmaq. Yəni uzanaraq dayaqda hər iki əlin təkanı ilə dayaqdan ayrılır və dayaqdan ayrılan kimi əlləri bir-birinə toxundurmaq da sürət güc qabiliyyətidir. Sonra tək, yəni sağ-sol ayaq üzərində 20 metr məsafəyə addımları saymaqla vaxtla qaçış. Baxın, burada vaxtla qaçış çaşdırmasın. Tək sağ-sol ayaq üzərində 20 metr məsafəyə sən addımları saymaqla vaxtla qaçış edirsənsə, bu sürət güc qabiliyyətidir. Bəli, addımları saymasan, eləcə, məsələn, vaxtla qaçış olsaydı sürət qabiliyyətinə gələcəkdi. Amma addımları saymaqla vaxtla qaçış olduğuna görə sürət güc qabiliyyətidir. Sonra aralarındakı məsafə və hündürlüyü nizamlanan maneələr üzərindən tək və cüt ayağın təkanı ilə çox saylı təkrar sıçrayışlar, oyunlar, estafetlər sürət güc qabiliyyətini inkişaf etdirir. Sıçrayış elementləri olan oyunlar, estafetlər, yarışlar, sonra qaçaraq uzunluğa tullanma, komandalı yarışlar, qaçaraq hündürlüyə tullanma, komandalı yarışlar. Yəni, uzunluğa tullanmanı komanda şəklində icra edirlər. Uzunluğa və hündürlüyə tullanma elementləri olan kombin olunmuş estafetlər, yarışlar. Yüngül topların sağ və sol əllə uzağa atılması, yuxarı ətraf əzəlində sürət güc qabiliyyətidir. Müxtəlif çəkili doldurulmuş topların baş üzərindən arxaya atılması. Müxtəlif çəkili doldurulmuş topların sağ və sol əllə yerindən və holaylandırmadan atılması ilə komandalı yarışlar. Müxtəlif çəkili doldurulmuş topların itələnməsi, atılması ilə yarışlar, estafetlər. Müxtəlif çəkili topların zonaya atılması. Topun duruş vəziyyətindən sinədən uzunluğa atılması. Oğlanlar üçün 3-5 kiloqram, qızlar üçün 1-3 kiloqram. Sonra müxtəlif atma, itələmə hərəkətləri olan oyunlar, estafetlər, tenis topunun uzağa atılması. Amma desəydik ki, tenis topunun hədəfə atılması, hədəf var isə çevikliyidir. Amma tenis topunun uzağa atılması sürət gücdür. Atma və tullanma elementləri olan komandalı oyunlar, estafetlər, yarışlar sürət güc qabiliyyətidir. Atma və tullanma üzrə fərdi və komandalı yarışlar. Yarım oturuşdan iki ayağın təkanı ilə uzunluğa tullanmalar. Sonra tək ayağın təkanı ilə çoxsaylı tullanmalar. Baxın, görsün çoxsaylıdır, amma yenə deyirəm sürət güc qabiliyyətidir. Oturuşdan irəliyə çoxsaylı tullanmalar sürət güc qabiliyyətidir.
Hər iki ayağın təkanı ilə irəliyə və yanlara tullanmalar. Hər iki ayağın təkanı ilə sağa, sola çoxsaylı tullanmalar. Şagirdlər üz-üzə oturuşda bir-birinin əllərindən tutaraq ayaqların təkanı ilə yuxarıya tullanmalar. Sonra doldurulmuş topların sinə önündən dizlər üzərində duruşdan, oturuşdan və duruş vəziyyətindən itələnməsi. Yuxarı ətraf əzələlərində sürət güc qabiliyyətidir. Doldurulmuş topların baş üzərindən arxaya atılması. Doldurulmuş topun oturuşdan baş arxasından atılması. Doldurulmuş topun arxası üstə uzanmış vəziyyətdən atılması. Doldurulmuş topun müxtəlif çıxış vəziyyətlərindən atılması və itələnməsi. Doldurulmuş topun sinədən iki əllə uzağa çoxsaylı atılması. Doldurulmuş topun cütlükdə birləşdirici addımlarla yer dəyişmədə bir-birinə atılıb tutulması. Doldurulmuş topun itələnməsi və atılması. Sadaladığım hər bir hərəkət sürət güc qabiliyyətini inkişaf etdirir. Yenə deyirəm, oturuşdan irəli çoxsaylı tullanmalardır. Yarım oturuşdan iki ayağın təkanı ilə uzunluğa tullanmalardır. Tək ayağın təkanı ilə çoxsaylı tullanmalar, çoxsaylı sıçrayışlar. Hamısı bunun sürət güc qabiliyyətinə aiddir. Amma sual düşər ki, gimnastika ipi ilə çoxsaylı sıçrayışlar bu dözümlülük qabiliyyəti olacaq. Sürət güc qabiliyyətində kiçik summativ qiymətləndirmə. Sürət güc qabiliyyətində kiçik summativ qiymətləndirmədə hansı normativlərdən istifadə olunur? Gəlin ona baxaq. Birinci, qaçaraq uzununa tullanma. Qeyd edirəm. 1. Qaçaraq uzununa tullanma. Tullanma. 2. Qaçaraq hündürlüyə tullanma. 3. Qaçaraq hündürlüyə tullanma. 3. 150 qram topun atılması. 4. Olacaq. Qumbara atma. Atma. Buraya yazıram 700 qram. Bir də yazıram 500 qram. 700 qram olacaq oğlanlar üçün, 500 qram olacaq qızlar üçün. Yəni, sürət güc qabiliyyəti tədris vahidini bitirdikdə yekunda kiçik summativ qiymətləndirmə aparırıq. Yəni, biz şagirdə sürət güc qabiliyyətini nə səviyyədə nail olmuşuq? Və hansı normativlərdən istifadə olunur? Kiçik summativ qiymətləndirmədə qaçaraq uzunluğuna tullanma, qaçaraq hündürlüyə tullanma, 150 qram topun atılması, bir də qumbara atma. 700 qram oğlanlar üçün, 500 qram qızlar üçün. Yəni, ümumi olan budur. Kiçik summativ qiymətləndirmə. Amma siniflərə görə, təhsil səviyyəsinə görə dəyişir. Baxın, qaçaraq uzunluğuna tullanma, qaçaraq hündürlüyə tullanma. Həm ümumi orta təhsil səviyyəsində var, həm tam orta təhsil səviyyəsində var. Qaçaraq uzunluğuna tullanma, qaçaraq hündürlüyə tullanma. Həm ümumi orta təhsil səviyyəsində 5, 6, 7, 8, 9 siniflərdə, həm də tam orta təhsil səviyyəsində 10, 11 sinifdə var. Demək, aşağı ətraf əzələləri üçün sürət güc qabiliyyətinin inkişaf etdirilməsi bütün siniflər üzrə eynidir, dəyişmir. Dəyişən nədir? Dəyişən yuxarı ətraf əzələlər üçün dəyişir. 150 qram topun atılması ümumi orta təhsil səviyyəsindədir. 5-dən 9-a qədər. Qumbara atma 700 qram oğlanlar, 500 qram qızlar tam orta təhsil səviyyəsindədir. Bir dənə dəyişən nədir? Yuxarı ətraf əzələlər sürət gücünün inkişaf etdirilməsi. 150 qram topun atılması olacaq hansında? Ümumi orta təhsil səviyyəsində.
Qumbara atma olacaq 700 qram oğlanlar, 500 qram tam orta təhsil səviyyəsində. Ümumi orta təhsil səviyyəsini deyirsə, bu 3 dənəsi, bu 3 dənə elə ümumi orta təhsil səviyyəsinə aiddir. Tam orta təhsil səviyyəsini deyiriksə, qumbara atma 700 qram oğlanlar, 500 qram qızlar. Bir də bu ikisi, qaçaraq uzunluğa tullanma və qaçaraq hündürlüyə tullanma, bu da tam orta təhsil səviyyəsinə aiddir. Və dediyim kimi, qaçaraq hündürlüyə tullanma, qaçaraq uzunluğa tullanma bütün təhsil səviyyələrində var, dəyişmir aşağı ətraf əzələlərin inkişafı üçün. Amma yuxarı ətraf əzələləri təhsil səviyyəsinə görə dəyişir. 150 qram topun atılması ümumi orta təhsil səviyyəsindədir. 700 qram oğlanlar üçün, 500 qram qızlar üçün qumbara atma isə harda olacaq? Hansında olacaq? Tam orta təhsil səviyyəsində.